Hoş gəlmişsiniz. Bura bizim Ramana kəndidir. Ramana kəndi ekskursiyasını başlayırıq Ramana muzeyindən. Oxuyub. Yeganə hamamlarda bir dənə olur da kitaba. Bunda 3 dənədir. Bir dənə orada var. Burada yazılıb Sahib, Novruzqulu və Hüseynqulu Baba kişi Ramanayı evlatları. 1321-ci il. Yəni 1903-cü il. Bu yanında yazılıb, burada Usta Fərrux Əliyev. Yəni Tikan Fərrux Əliyev ustası. Ən gözəli isə bunun ortasındadır. Görün bu kişi nə yazdır burada. Ey savab qapılarını açan, bu qapının xeyrini bizə aç. Ərəb dilində, 2 dənədir. Oradakı ərəbdir. Aşağısı isə fars dilindədir. Bu hamamın gəliri İmam Hüseyin malıdır. İmam Hüseyin malıdır. Belə də yazılır. Yəni kişi bunu vəqf eləyir. Çox qəribə bir şeydir ki, Bakı kəndlərində o deyilmir, amma belə bir qeyri-rəsmi şey olur. Hamam dükanlar mütləq şəkildə onun gəlirinin yarısını ya hamısını gəlirlər. Bunun üstündə vəqf verib. Yəni bu vəqf bizə nə deməkdir? Bundan sonra hamamdır və yaxud bura neysə bir obyekt olsa, buradan nə pul qazanılsa, onun indi o miqdar yoxdur da, miqdarı özün təmzimləməlisən. Miqdar da məncə 5də 1 olacaq ki, bunu İmam Hüseyin malıdır. Yəni İmam Hüseyin yolunda bunu xərcləməlisən. İmam Hüseyin yolunda haradır? Kasıb kusub. Yəni ehtiyacı olanlara xərcləməlisən. Nə qazandın, kişi özün elə seni. Yəni vəqf verir, adam yazıb üstündə. Ki bu sən o pozub qulamsan elədir. Mən qulamsan yoxdur. Ya bizdə hər şey təmənnasızdır. Bu muzeyin bütün avadanlıqları, hamısı, yəni nə varsa burada da şeylər, gördüyünüz şeylər hamısı kəndə aid. Yəni kənddən yemiş, hamısını kənddən. Arxeoloji qazıntıdan, arxeoloji qazıntıdan İdris müəllim vermir elə, ondadır, vermir. Ən qədim əşyamız budur, kənddən tapdığımız əşya budur. 9000 il yaşı var. Əl çapacağıdır. 9000 il yaşı var. Əl çapacağıdır. Düzdür, İdris müəllim ona büt deyir, büt deyir o. Bu əl çapacağıdır. 9000 il yaşı var. Bunlar isə Şuşa bilərziklərdir. Bunları İdris müəllim verib mənə. Ramana qalası yanına tapılıb. Paxonov tapıb bunu 35-ci ildə. Bunlar qırıqlarıdır, hə. Bunlar cürbəcür əynədir. İşıq düşmür üstünə, işıq düşəndə bu görsənir. Bu material nədəndir? Şuşadır, Şuşa. Şuşadır. Neçinci əsrdir bu? 11-ci əsr, hə. 11-ci əsrə aiddir. Rəngli Rəngli Şuşadır burada. Rəngli Şuşa da var, belə də var. Çoxsu rənglidir. Çoxsu rənglidir bunlar. Burada şeylərdir, əl dəyirmanları, daşlardır da, belə şeylərdir. Cürbəcürü. Burada isə kirkilər də, bunlar xaricilər gəlir, qadınlar da. Deyirəm ki, getir fırlat. Bir də onu 2 əllə fırladırlar. Deyirəm, bizim nələrimiz, bizim ağalarımız bunu hər gün edirdilər. Hər gün edirdilər, hər gün. Bax, burada isə, bax, burada, bu yanıdır, yəni. Bax, burada şeylər də 6-cı əsrdən ta 18-ci əsrə kimi saxsı qablardır. Bu brenddir, brend dükanları satılırdı. Yəni şirli qab deyirlər buna, bu bahalı qab sayılır, brend dükanlarda. Bu isə bazarda satılırdı. Bax, bazarda. Görürsünüz, bax, eynisidir, bax. Rənginə bax, naxışına bax, eynisidir. Bu ucuzlu mal idi, bazarda satılırlar, kasıblar üçün. Amma bu isə bunlar şeydə satılırdı, brend malı idi, şeydə. Bahalı idi, gənə dükanda satılırdı. şirəli qaplar. Şirəli qab da, bu şirəlidir. Bahalı idi da, bu o vaxt üçün bahalı qab sayılırdı. Bunu varlılar istifadə edir, bunu kasıblar istifadə edir. Bax, bazarda oturub satır. Eynisidir, bax. Eynisidir. Bunları hamısını kənddən tapmışam. Kəndə qazı, hara qazı isə saxsı qab çıxır. Çünki dulusçuluq Ramana, Balaxana, Sabunçu gəldində bu üçgən. Bunun içində duz var idi. Mən getdim, o getirdim nənəm gildə. 2001-də ölüb nənəm. Mən bunu getirmişəm arası 4 il bundan qabaq. Təsəvvür bir 20 ildə, 20 il bunun içində duz qalmışdı, bu qədər. Bir damcı üstü balaca bərkilmişdi. Çox yuxarı, bir dənə əlimlə belə dağıldı. Belə özünü tökdüm. Şu qabı da saxsı qaldı. Təsəvvür elə, içim o şirəlidir. İçi şirəlidir. Görəcək ki, 20 il bunun içində duz qalıb bərkəməyib. 20 il. Mən də belə eşələdim, bəlkə nənəm üçün qızılar gecə. Duzun içində yerim yoxdur.
Duzdan başqa bir şey qoymadım. Yox, duz idi ancaq. Zoraqda hamamdan yığılırlar. Duz idi. Ya, cavabdan yığılan özürlər getirməmişim. Burada hamısı öz müşkilərdir. Ya o parça almadım. Cavabı da sən yaxşı bir şey deyib. Bunu biz həmişə də bilirik də bunu. Sən Ha, bunu məsələn bunu biri hamısı zəmbil bilir də, zəmbil. Əslində bunu Bakılılar zəmbil deyil, bu səmbildir. Səmbil ha. Bu nə varsa kasıbsan, varlısan nə varsa özün bilirsən ki, ya bazarlıq eləndə bilirsən ki, içində nə var bunda. Ya başqası bilmir. Ola bilsin zəmbil sözünün funksiyasına görə dəyişmiş variantı. Mən bir də belə bir şey Onun adı düşünmüşəm. zəmbil. Sən var ha, sən qadına ki, gör qadın bilsin içindəki zəmbil. Bir dənə də belə bir Məncə- şey var ya. Ən düzgünü odur, sən bil. Yəni içində sən bilirsən ki, özün bilirsən də içində nə var. Bax bu kürük, adı kürükdür, amma bunun da gözəl bir tarixçəsi var. Bizdə bir kişi var idi, Orucəli. Yox, Fərhad Orucəlidir. Ya bunun tam başqadır. Qoy 2 dəqiqə lap onun adını dəqiq deyim sizə. Bircə dəqiqə. Ha, o zəngidir. Onu İdris müəllimlə oyuna gətirmişəm. O da ərrə də. Maşallah. İdris müəllim bir xeyli şey verir. Bizdə var idi o. İdris müəllim mənə həmişə verir. Mişardan iki tərəfli. Ha, bu Qardaşım çox sevindim. Bax, bunun gözəl bir tarixçəsi var. Orucqulu Allahverdiyoğlu. 1884-cü ildə dünyaya gəlib, 1974-də ölüb. Bu nə edirdi? Bu adam eşidirdi ki, kənddə rəhmətli qıdan var. Çürüngünü atırdı çiyninə, gelib yardı qəbirstanın qabağında. Gedirdi, o adamı kömək edirdi, qəbir qazanmaq üçün. Yəni kimliyindən asılı olmayaraq. Rəhmətli gedibsə, gedib ona kömək edirdi. Ailə, yəni rəhmətli qıdan ailə sahiblərinə onlara kömək edirdi. Bax, bu çürüngdən, Allah nə qədər qəbir qazıyıb. Yəni əslində kürük də muzeydə, yəni hamımız bilir kürük idi. Muzeydə heç yeri yoxdur. Prosta gözəl tarixçəsi var. Yo. Yəni gözəl insanların gözəl əl alətləri olur. Bu ilə yəni nə qədər sual iş görür o kişi. Allah rəhmət. Ya beləsən şeydən O şey var. bu tərəzi qədimdir, amma bunlar qədim deyil. Bu şeydir, o vaxtki çörək qabları. Onlar çünki mis olur. Onları satırlar. Köhnə olan. O bizim dükan tərəzisidir. Köhnə Sovet dükanı. O Çünki mən gördüyüm belə idi də. ha, bu o da çox qədim deyil. Çox qədim deyil ki, 50-dən çox yaşı var. Yarım Allah, əsr. bəlkə də. Aha, də Sovet dövrü. üstündə var tarixi. 50-lərlə mən bulağa bilirəm. Yəni. Ha. Burada ha, bu bax gör nə olur endirdə bax. Bu şeydir, Süleyman Vəliyev yazısı, Seyran Vəliyev oğlu Time Bakuvarı onu yazan. Bu da Rəhim Əliyev sağdır. Rəhim Əliyev iş yoldaşın, kollega. Bu da ulu öndərimiz. Bakı xüsusiyyətləri olmayan Bakılı. Deyim, çəkir onları. Bu şəkildə bu yaxında tapmışam. 1930-cu ildə çəkilib. Üstündə yazılıb, deyib orada, sən oxudun da Məlisur, Elnur. Deyib, sən oxudun bunu, bax burada yazılıb. Burada şey, Farsda yazılıb, deyib, Quliyev, 1930 yazılıb. Elnur'a atdım, yaxından onu tapdım, onu gücdən tapdım, düzəlmişəm bir tər. Sovet evində mi var? Həm də 30-cu ildə çəkilib. Kimsə gəmidə işləyir. Dua kitabı Neftə aid olan şeylər. Çoxlu şəkildə alınır, yəni şey yapır. İstəyirəm, olsa ki, bir şey görürəm ki, şəkillərlə şey olur. Nəmişliyidir deyilən şəkil. Ötür qalat da, hamısı qalat. Burada qaladır, bunda hamısı qalanın köhnə şəkilləridir. İndi bax, bir dəqiqə, İdris mənim bunu qazıdır, Ceyhun bunu qazıyıb. Bax, budur, Ceyhun qazıdır. Bunlar tarixi var? Yox, tarixi yoxdur. 50-ci illər. Yəni 60-a qədər çəkilmiş şəkillərdir. 50-ci illərdə indiki gördüyümüz şəkildə təmir olundu. 60-da təmir olunub qalan. 60-da qutarıb neçədə başlayıb? 2 il yedir də, 2 il yedir. Mən fikir vermişəm. 60-da. Bu hissə sonradan üstünə düzəldilib. Daha da deyil, görmüsən, yoxdur da. Yoxdur. Orada görsən də belə görsən, gözləyirsən, yoxdur. Ha deməli o əlavə olub. Əlavə olunub demək ki, özü necə var, elə əlavə olunub. Yəni necə olubsa elə eləyib. Çünki o qıraqda qalıb axı. Bərpa olunub da. Hadi Yəni bax. onun üst hissəsinin daşları təzədir də belə. Ha. Təzə yəni ki, şeydən tapıb var da. Mərdəkan qalasında. Hamısında. Vaxtda təmir olundu. Ha Hamısında. Amerikanın da sınıq şəkli var. Mənə maraqlısı bir nədir? Şahan da əslində. Şaban dağılıb da. Yox, Şahan da. Şahan da belə O da təmir ediblər. O da hələ heç nə qalmır.
Ramanın ən qədim yerləri və bunlardır. Qayaüstü təsvirlər. Ən qədim bunlardır. Burada bu şeydə də qalanın yanını göstərsəm indi birinin üstə. Qalanı isə şeydədir. Bizdə hələ ki yandığımız yerdə 800 metr aralıda. Zabratla Raman arası. Ne Zabratla Raman arası? Ramanın arasıdır. Və bu oradadır. Bunlar hamısı demək. Bəziləri var ki, başqa yerlərdədir. Və sən bu şeydir, iri buynuzlu maral. Günəş rəmzidir. Dini etiqadlar özündə əks edir. Ən unikalı da budur. Bunlar hamısı Qobustanda da şeydir, içindən olmadı. Bu isə baryev kimidir, fikir ver. Keçi qarşısında ilan. Bu üstədir. Əmin yerdədirlər, bunlar yan-yanadılar. Bunlar isə türk damğalarıdır. Bu birbaşa türk damğasıdır, oxdur, kamanla. Kaman şeydə yayılır. Sabit edir ki, bu 100%'dir. Bunu 100%, amma bunu deyə bilmirəm deyir. Budur, sonra budur. Bunu göstərim belə. Bu da elə ondan. Yox, bu tam başqa şeylərdir. Belə şeylər var. Dedi bunlar dedi hansısa sözü özünü fikri ifadə edən damğadır. Damğadır, amma mən deyir 100% deyəmərəm ki, o neyin damğasıdır. Amma türk damğalarıdır. Bu 100%dir. Bunu da bu 100%dir türk damğasıdır. Amma bu ikisini deyir, çox deyir, ikisi də deyir, bunlar da var. Başqaları da var, çox var, şey tapa deyir, o var, bunlar var. Bunun özü, bu 3 dənə şey var deyir, o deyir. Bu tam başqa cürlədir. Bunlar hamısı damğalardır. Bir dənə də var. Həmin bunlar olan yerdə, belə bir yazı var. Latın əlifbası ilə. Fikir ver, xırdı, bu bilinmir nədir. Bir dənə də xırdı. Roma şeydə sabit olur ki, bunu indi oxumaq lazımdır. Həm bunu karbonla yoxlamaq lazımdır, bu neçənci əsrə aiddir. Əgər bu da 1-ci əsrə aid olsa, demək Romalılar orada olanda burada olublar. Necə ki, Seyran Vəliyev yazır, Arsar Aşurbeli yazır ki, Romalılar Ramada olublar. Bu söz nədirsə, bunu oxuya bilsələr, bunu karbonla yoxlaya bilsələr ki, bu həqiqətən 1-ci əsrə aid yazıdır. Onu 100% bu möhkəmlənəcək onların teması. Amma ki, hələ ki bilinmir. Bu şey əlifbasıdır, Latın əlifbasıdır, bu Roma əlifbasıdır. Amma hani bu gəlib işləməlidirlər, gəlib kimsə yazıb işləsin üstündə. Bu nədir bəs yerdə? Bu bacadır. Hələ bir ki, bir növ toplipoldur. Burada qazanxana var orada. Hələ bir bayırdan odunu salırlar onun altına, tiyanzadır. Bunun bazası yoxdur. Baza necədir? Baza tüstü gəlir belə, buradan gəlir, dönür. Gəlir burada, birləşir. Sonra çıxır o baza ilə. Təsəvvür toplipol. Amma bu toplipollar çox var. Çox hamamlarda var. Amma şeylə deyir, nədən odur? Kanalizasiya, isti su ilədir. Bu amma tüstü vasitəsilədir. 1900 Bu dedim hardadır? Ramanada. Həmin də bunlar olan yerdədir. Qayaüstü təsvirlər olan yerdə. Bu 18 hadisələrdən atış. Bu 18. Bu bizim kənddir. Kənddə. O kənddir. Bu ümumiyyət almıyor. Bəlkə də kənddə mən bilmirəm. O heç o sədə Mən Şamaxı qırğınlarının kitabında görmüşdüm bunu. bu şeydir. İran səfiridir. İran ha. Bizdə olub 10 dənə ailəli qırıb var. Ən çox ümumiyyətlə 18-də ən çox Ramada şey olur. Bizdə var Dokumental. Əzizin evinin həyətində düzülüb ölürlər. Ümumiyyətlə ən çox tarixi mənbələrdə də, şeylərdə də var, faktlarda da var. Ən çox Ramadadır. Qəti. Yəni şey Hələ buradır. Ya burada. Maraqlısı bizə nədir? İlham bax, burada görürsən bu şeylər, qəfəsləri. Bu bizə əslində fon musiqidir. Oturmuşsan, istirahət edirsən, fon musiqi. Prosta niyə çoxdur? Biraz fon musiqi çox verirlər. Mənlə söhbət edirlər, sən eşitməyəsən deyə. Bir də bu şəkildə. Sən orada oturub söhbət edirsən, mən burada söhbət edirəm. O bilmirəm. Biri deyir dağlılardır, biri deyir Dağıstanlılardır, biri deyir Gədəbeylərdir. Mənim ən çox xoşladığım şəkillər onlardır. O mənim yetimçələrim onlar. Dərvişlər? Dərvişlər, ölürəm də onlar üçünlər. Minim ona. Masaj edir də belə. Bir dəfə xaricilər burada Sən deyəcəm. bizə fikrindən zola bəlkə. Xaricilər deyir ki, xarici göstərir, ona deyirəm ki, biz masaj da deyir. Mən deyir belə masaj istəmirəm deyir. Və burada şey var. Bu necə düzəldirlər belə? Düzəlmir, bunlar radyo şəkillərdir. Bunlar hamısı tapmışam bir-bir. Nağız yıxdım mən bunları. Burada Bakılı da var. Bakılı da var ha. Bakı. Ha bu Bakıdır. Bakı dərmişəm.
1669-cu ildə Ramazan dərviş olub. Baba Kuği. Neçənci ildə? 1669-cu il. Baba Kuği, hə. Baba Kuği. Baba Kuği. Bunlar mesela Sənədim var. bunlar şey dövrüdür. O bilmirəm o sənədin hansıdır. Baba Kuği. Adı Baba Kuği. Şey məşhur var Baba Kuği. Məndə onun sənədi var ha. Tapmışam sənədini. Sırf Ramazan. Deyilən söz yadigardır kitabında hansındasa var, birinci elə Bunlar beş aralı. Onları bilmirəm. Burada cürbəcür. İslam şeydə İran şeydə bizi qarışıq bu işsə. Hə. Amma bu Bakıda çəkilir, bu şəkil. Bu Bakı dərmişidir. Bunlar bu Bakı dərmişlər. Yox, bir dənəsi Bakı dərmişdir. Obusları bilmirəm. Obuslar fərqlidir. Bu şeyə oxşayır. İsa Peyğəmbərə oxşayır. Kinoda var. Görünüşü var bunlarda. Ondan Xristiyan olmayıb var. Dərmişlər ən çox bu tərəfdə olublar. Sırf dervişlerdi yani hamısı. Burada sırf hamısı dərmişdir. Hamısı dərmişdir. Bax, görsən şeylərinə bax. Asketizm var. Asketizm var. Neydi? Yox. Maşğul deyirlər. Kəşkül. Bundan siyamışda var. Dedim sənə bax başqa şey ver olmadı. Dedi yox, bu orijinaldır belə. Bax bundan var da. Özü fikir ver, hamısı çoxsu silahlandı. Silah olmayanlar taxta ilə gəzirdilər. Bu çox qəşəngdir. Bu İsa Peyğəmbərə oxşayır. Kinosu var. Bunları pinti deyirlər. Əslində bunlar pinti deyirlər. Bunların bir dənə hamam şeyləri var ki, hamamda necə gəlib çinmələri, aksesuarlar olub bunlar. Dəraqları olub özlərinə görə, təsbihləri olub ki, hamamdan çimib çıxandan sonra bunlar fikir verir ki, çoxsunda təsbih var, boynunda təsbih asılır. Və xüsusi də bunların hamam qabları olurdu ki, onun içində bunların şeyləri, dəraqları, təsbihləri ki, şeydən sonra deyirlər, bunlar əqidələrində oydu ki, insan hamamdan sonra pak olur. Birinci pak olan nə etmək lazımdır? İbadət eləmək lazım, zikr eləmək lazımdır. Xüsusi təsbihləri var idi, hamam təsbihi deyirlər ona. Yəni bunlar haqqında məlumat var biraz, mənbələrdə var. Ən zamanı budur. Çox. Bunların mənə güclanmalarla neçə ilə yığmışam. Bakılılar da şeydir, Bakı temasıdır. Bunlar Mərdəkanlıdırlar. Bunlar isə bu xanımlar isə Ramalıdırlar. Bu siz nədir? O səhərin su filləri, cicgəri yanan gəlbəri, bax, həmin bu adamlar deyirdi onu. Bax, bunlar deyirlər. Bunlar da ki, manıslardır. Köhnə manıslar. Bura xəzinədir. Köhnə manıslarımız. Eftir o. Haa, o bizimkidir. Neyse 50 verirsən. Stilinə oxşayır. Haa, həri, odur. Yazıb da orada. Sankt Peterburg. Şeydir, burada var. 1975-ci ildə çəkilib. Qalanın yanına diyam çəkib, düz qalanın qabağında. Bax, meçid düşüb, meçid yanında, hamam bir yanında. Bunun bir adamın həyətinə getirmişəm bu şeylərində, padvalına. Deyil, nə bilim, nənəmin dayısı oğul zatdır, amma nə ad bilirlər, nə bir şey bilirlər, heç də bilmirlər. Allah rəhmət eylesin. Hə, prosta çox belə qəşəng. Adamın gələk şey deyil də. Çıxaq. Nədir? Bu Ramana neftidir, təmiz neft. Təmiz Ramana nefti. Əslində nefti çoxsu şey bilir, qara bilir də. Əslində neft qara deyil. Neft, görürsünüz, balota rəngindədir. Yaşıldır. Yəni qara olmur neft. Qara mazut olur. Onun işlənmiş variantı uçarı başlayır qaralmağa. Neçə rəngi olur? Sarı çalan da olur, türbəcür rəngdə olur. Qalan nefti ayrı, Hə. qalan nefti ayrı. Hər yerdə bizdə bu yaşıl neftdir. Bu təmiz buruqdan birbaşa çıxmış, yəni emal olunmamış neftdir. Birbaşa xam neftdir. Burada isə Ramanaya aid olan neft əraziləri şəkillərdir. Ümumiyyətlə Ramanada neft çıxıb 1884-cü ildə ilk dəfə. Hə, Ramanalar ən axırıncı neft burada çıxıb. Çünki Ramanalar əkinə daha çox üstünlük verirdilər. Sabunçada neft var idi, balıqxanada var idi, çıxardı, sorxanada var idi. Amma Ramanalar imkan vermirdilər. Ancaq əkinlə məşğul idilər, dövrəmə əkirdilər. İmində bu neft çıxan ərazidə üzüm əkirdilər Ramanalar. Üzüm bağları var idi. İstəmirdilər nefti. Sonradan onu buna görə istəmirdilər. Görürsünüz nə görüşür sonra. Buna görə istəmirdilər. Eyvah belə, bax bütün neft. Eyvah hamısı qara günə qaldı. Eyvah neft bütün aləm oldu neft. Qara günə düşdü. Ola 19-cu əsrin axırına aid. Ha, deyil. Mexaniki üsulla neft
Bu şəkildə alınır. Nefti harda durur? Ha? Bunlar ramanat bir də yuxarıda bəziləri var ki, onlar ramana durur. Bəziləri ramana durur. Yuxarıdakılardan. Aşağı hamısı ramanadır. Bir yerdə. Bax bura Qurban Bəy məscidi deyirik. Ramananın Qurban Bəy məscidi cümə məscidimizdir. Yəni əsas məscidimiz buradır. Amma yəni qədim məscidimiz də orada. Qədim məscidimiz qalanın yanında. İnşallah oranı görəcəyik. Yeganə bu işləmədir ki, Bakıda. Yeganə işləmədir ki, bu məscidin üstünə var. Kəlləsində Allah yazılıb, birinci Allah sözüdür. Sonra Zülfiqar qılıncdadır. Qılıncın yox, Allah sözündən sonra Muhammed yazılıb, sağ sol. Muhammeddir sağ solunda və Zülfiqar qılıncıdır. Zülfiqar qılıncın dəstəyində də Əli yazılıb. İki tərəfində də. Allah, Muhammed, Əli. Zülfiqar qılıncı və 2 dənə aypara. Yəni yeganə məsciddir ki, bizdə var bunu. Nar bəsliyi bildirir. Nar müxtəlif simvollarda. Bolluq rəmzidir, simvol. Nar, aşağıdakılar nardır. Cənnət meyvəsi kimi sayılır da. Bu oymadan, bu işləmədən, bu arqametdən demək olar ki, heç bir məscid yoxdur. Özdə maraqlısı bir şeydir. Bu məsciddə, yəni Urusun dövründə də bunu sökməyiblər, qalıb burada bu. Yəni deyməyiblər buna. Maraqlısı çox oldu ki, buna deyməyiblər, yerində qalıb. Hal-hazırda işləyir. Məscid işləyir ha. Bu məscidin Səsimdəkində ayır qulamsı. Allah sözünün yuxarısında. o da nardır. Nardır. 3 dənə nardır. Bir yuxarıda, bir şeydədir. Bu məscidin kitabəsində orada məscidin üzərində gəlin buraya göstərim. 1905. Bax o kitabədə yazılıb, bax o kitabəsində yazılıb Allah məscidlərini yalnız Allah və axirət gününə iman gətirənlər abadlaşdırar. Dalınca yazılıb bu məscidi tikdi Qurban Baba oğlu 1323-cü il, yəni 1905-ci ildə. Yəni bunun 1905-də bu özü tikilib. İçəridə isə maraqlı bir içəridə şey var burada. Lepkanın üzərində yazı var. Lepkada. Bax lepkada yazılıb 1906-cı il. Yəni içi 6-da qurtarıb. Bitib hə, bitməsidir. Çox gözəl lepkadır. İndi görəcəksiniz içəridə. Bu məscidi də tikdirən, baxın bu kişidir. Budur. Qurban Bəydir. Bu kənddə olan geyimidir. Kişinin geyiminə baxın, 3 dənə geyimi var. Bu kənddə olan, Ramanada olanda, kənddə olanda bu geyimdə idi. 1880-ci ildə doğulub, 1928-də dünyasını dəyişib. Məzarı da bu zona qəbirstanlığındadır. Bu zonalar çox sevdi. Bax, yox, maşınlar nesindəndir. Ramanı kəndin maşınlar nesindəndir. Maşınlılar. Seyran Vəliyev, Süleyman Vəliyev, Toğrul Vəliyev var indi. Görsən, Toğrul Maşılı yazıb ha. Bax, o nesillərin adını yazıb. Ha, Maşıllar nesildəndir. Maşı olub onların nesilləri. Məndə onların sözlərisi var. Yox, maşıdır. Bu evdə onundur. Qurban Babayevin evidir. O evdə bundan qabaq tikilib. Amma tarixini hələ tapanmamışam neçənci ildir. Bu isə bu şəhərdə bir növ belə imkanların arasında geyimli. Görürsünüz bir başqa söz, qalış suzadı var. Amma bu isə Avropa geyimindədir. Görürsünüz Babis qəzetdə. Bu başqa geyimlərdir. Yəni adam özü oxunmuş adam olub. Təsəvvür edin ki, bu necə olub? Bunun bütün neft sahəsini əlinə alırlar. Amma bunu özü sürgünə zora göndərmirlər. Özü neftdə müdür kimi qalışlayır. Çünki oxunmuş olur. Oxunmuş olur ona görə. Amma yəni bu imkanlı tək, bu özü imkanlı deyildi. Bunun əsl imkanlısı bunun qardaşı idi. Vizitkasına baxın, o vaxtı vizitkası var idi. Zəfər Babayev. Şəkli var. İndi göstərəcəm. İndi onun şəklinə baxın. Bu isə Zəfər Babayevdir ha, qardaşı. Geyiminə bax onun. Bu bir başqa cür. Bunun əsl, ən yaxın dostu kim idi? Soraxanlı. Şeyx Əlbəndə oğlu. Şeyx Əlbəndə oğlu. Əlbəndə oğlu onun dostu oldu. Dostu olub var, bir yerdə işlər görüblər. O qoçu, bu savadlı, başımda ikisi bir yerdə birini də nə işlər görüblər. Hə. Hələ bunun bir dənə də şəkili var. Ona var, şəkilinə var ona. Giyimdə var ona. Faytonda da bu.
Yok, şeydə yəni belə çəkdirib prosta. Onun bir dənə giyiminə bax onun şeyinə. Bura isə bunu tikirlər bu məscidi. Bunlar hamısı şeydir də, maşınlar nəsildir. Təsəvvür ki, öz əmin evlərindən birini Şeyx Hüseyni göndərirlər Nəcəfə. 25 il Nəcəfdə oxuyur, bax bu kişi. Şeyx Hüseyni Ramanayı. 25 il Nəcəfdə oxuyur, sonra gəlir, bunu sonra 38-də sürgün edirlər. Sürgün edirlər. Qafqazın Ulduzları kitabında bu kişi var orada. 1870-ci ildə doğulub, 1938-də daha ondan sonra xəbər yoxdur. Əllamə Şeyx Hüseyn Ramanayı. Qəbri var, məzarı Əllamədir. Yoxdur, sürgündədir də, oradan burada kimin qəbri Onlar yəni? gündə gülləlirlər, sürgün. Ha, güllələnmədir. Və bu kişi 25 il Nəcəfdə oxuyub. Nəcəfdən qızla evlənib, Ələkbər Sultan qızı, Ələkbər qızı. Ərəb olur. Ərəblə evlənib, qəbri buradadır Ərəbin. Yoldaşının qəbri buradadır. Qəbri qalır, yoldaşının qəbri qalır, Ərəb qızıdır. Orada evlənib gəlib və bu məscidi Qəbri Ramanda. harı götürüb gəlib bura, bu sürgün edib, sonra yoldaşı qalıb da burada. Bu məscidi eləyiblər, sonra fabrik. Bu məscid də fabrikdə qutarıb 1800 burada fabrik olan vaxtıdır. O pəncərəni görürsünüz axırıncı. Bax, fabrikin işçiləri oturub və qəzet oxuyurlar. Şəkillərini çəkiblər. Axırıncı bax o şeydir, pəncərədir. Ağacı kesiblər. Ağac yoxdur ha. Bu 1957-ci ildə çəkilmiş şəkildir. Orada qapı olur da, ha, bu hamısı. Yox, qapı olmayıb. Bəs o şey nə deyirlər? Pəncərələrdir. O buradan sonra qapı açmışdılar mehrabın yerindən. Fabrik olanda. Günbəzi yoxdur ama. Yox, bizdə günbəz var. Bizdə minarə olmayıb. Minarə olmayıb, Ramada minarə olmayıb. Yox, günbəzi var. Minarə olmayıb prosta. Var köhnə. Köhnə şəkili var köhnə, amma orada da köhnə deyil. Laf qədimi yoxdur. İçəri baxmaq suyu. Bu mənim əl işimdir. Bu mənim əl işimdir, öz əl işim, üstür. Bir də ki, özüm belə bəmişəm, bir neçə uşaqlarla eləmiş. Yazını bir başqası yazıb. Orada var, yazı oradadır var. 1906-cı il. 1320. Bir il tafavut edib. Hələ bir ki, 5-də məscid qutarıb, bir ildə içində işləyib bə. Bu bizim ən böyük məscidimizdir. Burada Buradadır da, ha? Hacı Elmar, Hacı Elmar. Nereden çıxır müalicədən? Burada yəni ki, o bütün kəndin şeyinə o baxır da, yəni 3 dənə məscid, 3-nə də. O birilərinin öz axındı yox. Yox, bizdə bir dənə axund var, bir dənədir. Balaca kənddir, bizə ehtiyac yoxdur axund. Sən görmüsən Əmircan məscidinin pəncərələri də belə xozonda. Çox, bu başqa üslubudur da, şərq üslubu, hamısında, bütün məscidlərdə. Yox, şey deyirəm, Əmircanda var, elə necədir ki, Muxtarlı tikdirdiyi. Bunu Şəhərdəki cümə Buran minbərə. bunu isə buranı dağıtmışlar Sovet dövründə. Burada qapı açılır. Bunu 2003-cü ildə yığıb orada yazılıb mərhəmətli və rəhimli Allahın adıyla. Bismillahirrahmanirrahim. 2013-cü ildə Usta Kərbəlayı Teymur Fəxrəddinoğlu 2003-cü ildə yığıb bunu işləyib. Burada bir başqa cür nə idi, belə dağılmışdı. Bayırdan da görsənir də, aqlara təzədir. Bu mehrablı şəkli var. Yoxdur. Yox. İçəri şəkil yoxdur. Məsciddən şəkil yoxdur. Bir dənə bayırdan o da Keçmişdə içərilərin çox olmuyor. Yox da. Yoxdur. Ora qadınların yeridir. Bir bu yaxınlıqda. Bura kişilər. Qabağının Nəriman olur. Buranın çədən. Həcilər var, həcilər atığı var. Məni Seyyid də keçək görüşək. Tanrı kimi evimiz olsun. Tanrı kimi. Mescid haqqında tur keçsin. Yox, səni cəhənnəmdir. Allah. Dəqiq bu sınav. Hansı deyə bu ki, 100 dənə sağ var, bilməm hansı. Bağlayıb qapıyı. Yox, necə? Buradan Allah kətlərdə olur da belə. 51, 76 yaşı Tam var. elə bil özə bizdə. Hə, 76 yaşı var. Əynimiz nazikdir ya.
Kim tikib buranı, olsa da bilirsin. O hardan bilir ha bu bilinmir. Bunu Ələm müvadi, Allah rəhmət etsin ona. 82 yaşında rəhmət etdi. Arası bir 4 il bundan qabaq. O mənə dedi ki, buranı biz açanda hamımız kənd cəmaatı hamı bilir ki, burada belə bir şey var da. O mənə dedi ki, biz uşaq idik. Girirdik onun içinə. 2 dənə otaqdır. Sonra sol tərəfdə 3-cü böyük otağı var. Ora girəndə, sonra sağ tərəfində görürsünüz belə tağvarlı tikili var. Oranı 60-cı ildə gəldilər tikdilər deyir, kubikla. Ora tunel edirdik. Biz uşaq idik, fitil yandırırdıq deyik, gedirdik. Gedirdik deyik o içəri. Mən də soruşdum, o nə qədər gedirdiniz? Dedi, mən bir anın axırına gelməmişdik. Qorxurduq deyik, qayıdırdık dala deyir. Yəni o da ki, düşür bu hissəyə. 2007-ci ildə də bu yola düşür da, bura. Kanalizat çəkəndə bunu üstünü sındırıblar, getirib maşın zibi doldurub açsınlar. Buranı Ceyhun təmizləyib. Ceyhun İdris mənimkidir. Orada arxeolog işləyirdilər burada. Buranı ondan açıblar. Bütün buraya kimi dolmuşdu. İndi mən bu kanalizasiyanı xahiş eləmişik, çəkdirmişik bu tərəfdən, ana xətti. Ki, gələcəkdə bunu açmaq olsun. Buranı rahat açıb işləmək olur. Sadəcə olaraq açmaq lazımdır. Onun üçün də indi qurumlara... Sonra bu 49-cu ildə ki, bu tükan tikildi, onun ambarı, bura başladılar, buranın ambar kimi istifadə edilməyə. Ona görə də burada görürsünüz, sementlər var. Bu sementlər sonradan vurulub bura. O 49-cu ildə buranı eləmişlər ambar. Bunlar qədimi deyil. Siz bu hamısı kimlə çəkibsə buradan, xəttlər, hamısı sındıra gedib buranı. Bax burada o rabitə gedib sındırıb. İndi yox ha, bu köhnə, bu 80-ci illərdə çəkilmiş. Bəs buranın ümumiyyətlə buzxana kimi, yəni olması necə təyin? Buranı qədimlər, yaşlılar deyir ki, bura buzxana idi. Amma neçənci əsrdə tikilib o bilinmir. Kim tərəfindən tikilib o bilinmir. Əgər uzun tunel varsa, otaqlar varsa... Tunel abi, bundan içəri böyük. Tunel varsa... Bura girişi də. Böyük ehtimal buzxana yox, nəsə başqa təyinat. Yox, buzxanalarda, belə deyim də, buzxanalarda atarabə girmək üçün yer olmalıdır. Bizdə ümumiyyətlə kənddə tunellər çoxdur. Yerin altında tunellər çoxdur. Bir neçə evlərin altında da var. Görüblər də, heyvan düşür bura, bilirlər nə var, nə yox. Orada buzxanadırsa, bu buzu çıxarmaq lazımdır orada, ya da qoymaq lazımdır. Bir üstü atarabə girməlidir o tunelə. Burası hardan çıxırsa onu tapmaq lazımdır. O buzxana deyəndə o demək görə orada buz olur. Böyük ehtimalla burada o şeyləri sərin yer. Hər bir şey saxlaya bilərlər də, hər bir şey. Yəni buzxana olsun deyirsiniz də. Məsələn, buzla saxlayırdılar, buzu necə saxlayırdılar? Buzu samanın içində saxlayırdılar. Məsələn, qışda edirdilər, dondururdular. Yəni bu şey saxlaya bilərlər. Ambar da bir ambar da. Ətizlərdə salıb saxlaymışlar. Hə də bu da olur ki. Bu açıq aydın görünür ki, bu... Bura otaq... Şeydir, burada... Yox... Buranı 2007 eləyib. Ondan qabaq da yaşlılar deyilməli ki, biz girirdik içinə deyir. Bura dükkanın deyə ambarı idi bura, girirdik içəri, otaq var içəridə. Amma Ələmin mənə deyir ki, dedi, o otağa girirsiniz, görəcəksiniz. Sağ tərəfdə deyir, arka var belə, tağvarı tikilidir, qapıdır deyir. Onu deyir, 60-cı ildə tikdilərdir ki, uşaqlar girməsin onun içinə deyir. O tunel bax orada da deyir. Bu otağı təmizləsiniz, görəcəksiniz. Kaşalı qoruyub bağlayırlar, heç tikməyirlər, heç nə bilərdilər. Bir dənə bu otaqdır. Bu otağı təmizləsək, biləcək ki, bilmirsiniz də nə qədər şey var, qulum var. Mən ona soruşdum, dedim ki, siz uşaq vaxtı nə qədər gedmişsiniz içinə? Dedi, valla bilmirəm. Biz qorxurduq o şey, gedirdik qabağa deyir, fitil yandırırdıq deyir. Qorxurduq, qayıdırdık dala deyir. Buraya görə arxeoloqlar, Mədəniyyət Nazirliyi deyir, arxeoloq. Və axtarış olsun. Başa gəlib baxırlar, maraqlar. İşləyib də. Qəzalı vəziyyətdə burada işləyir. Hələ mən onu deyəcəkdim, uçulma söhbəti də var. Belə bir şey yoxdur, divar ucaya başlayıb. Aralarına da gedir. İşləyəndə bura divarlar ideal vəziyyətdə idi. İndi divarlar aşıntı verir. Xətədir bura, çıxın Qalıyır. Bu yol bir növ bizim ən ensiz küçələrimizdən biridir. Salam verxanəcəksən. Bu ən ensiz küçələrimizdən biridir. Bura biz əyri yol deyirik. Kənd arasında əyri yol deyirlər bura. Çünki belə gedir, yəni əyri gedir, ona görə. Bu əsas məqsəd burada nədir? Bu quyunu göstərməyimdir. Yəni quyu bilirik ki, quyu deyirik, hamımız quyu deyirik. Amma biz buna yarım quyu deyirik. Yəni kənd içində buna yarım quyu deyirik. Çox gözəl bir tarixçəsi var. Yəni adi quyudur, amma tarixçəsi çox gözəldir. Bu evin sahibi indi Tələt əmidir. Elxan qardaşımızın atasıdır. Onların babası Atababa Aslanoğlu 1895-ci ildə. Bu hasar olur burada. Belə buradaydı.
Quyunu qazıyır ətində, uzunsov qazıyır biraz. Hasarı söküb tikir düz bunun ortasından. Ki gələn yoldan keçən ehsan olaraq. Yəni daha icazə almasın. Hələ buradan suyunu getirir içsin. Yəni ki o vaxtı su biraz qıtlıq idi. Yəni şorlar yox idi, bir şey yox idi, krant yox idi. Yəni onu bu kişi belə Allah rəhmət etsin bu kişilərə ki bu cürünə belə deyə də bir planetaya və şeyləri var idi bunların ki düşüncələri var idi. Yarısı da ətdə də. İçində su indiyə kimi. Ha bir daha su var içində. Boz qıfıldırıq ki uşağı gəlib düşməsinlər içində. Uşaqlar biraz ciddi yanmırlar. Allah rəhmət etsin bu kişilərə ki bu cürünə. Ruhu şad olsun. Yəni bu yol əyri yolun başlanğıcıdır. Buradan başlayırıq. Biz de diyelim ki eğri yol. Ha? Ha? Bax bu yol, bax buradan, bax Bakılılar üçün olsun da, bir dənə fragment burada çəkilir. Bakılılar üçün olsun da. Bax burada bu belə idi, bu yaxında söktülər də. Bu tindən çıxırlar belə qaçırlar. Bir fragment bax burada çəkilib. O sessiz kinoda deyəsən. Bəli deyəsən. Səs, ha, yox səsi var. Biraz şeydə belə musiqi kimi bir şey Sizin var. də çəkilir, ilinə bax. Kəndlilər mi? Kəndlər binədədir. Kəndlilər ha. Kəndlilər səssizdir. Səssizdir. Bakılı onu səslənir. Bakılar bunun başçısına yox. Yox, səsi var. Şey də var. Bəli ha. Sonra şey də var. Bismillah da. Ən birinci Bismillahdır. Ən birinci Bismillahdır. Ən birinci sesli film Mavi Dənizin sahilində 1936. Ha. Ondan qabağına var sessizdir. Amma Bakılarda bir dənə fraqment var buradadır. Çıxırlar belə, bir dəstə adam qaçırlar bu tərəfə. Yox, səssiz deyilsin məncə. Həli, ha. Mən bu Bakılıların kəndlər Kəndlər binədə çəkilir, məscid Bakılılar üçün olsa, ha. Hətta deyirlər ki, bizdə burada klubun içində də çəkilib də. Onu mən tapa bilmədim, o fraqmenti tapa bilmirəm. Çünki oxşamır. Amma deyirlər ki, onun içində çəkiblər, həyətində. Gör peykanlar, o peykandan düşürlər belə. Gör ki, o klubun içidir. Amma ki, orada deyil. Sən görmüsən? Bura mütləq, bura 100% var. Mən tapmışam burası fraqmenti. Buradan belə çıxırlar. Bu belə deyil də, bu belə tin idi bura. Bunu sonra söktülər bura, qapı qoydular. Bax buradan çıxır belə qaçır. 4-5 nəfər. Çəkdirək. Yani burada Onda sessizdir. böyle de bu Hələ də dayanmışıq da belə. Bir də belə gəlir. Ya bura Hasanın üçün günbəsi də düşür. süper seçildi. Ha, biraz arkaya giderdik. Oradan götürsün de. Qapı zat. Gəl də gəl. Bu 20-dir. Bu da nədir? Ərəbənin çarxının ortasında oxu yox idi. Bura qalxıb, küçə qalxıb. Küçə arısı bir 80 sm qalxıb. Çünki kanalizasiya çəkiblər, yavaş qalxıb. O qədər buradan keçirdi ki, buradan keçəndə sürdü. Bu təkəri özü bura sürdürdü. Bir şey bura sürdürdü. Keçə-keçə, yəni buranı böyüdə bilərdilər də, amma eləyə bilməzlər. Çünki bu həyət Qoçu Feyzinin həyəti idi. Yəni onun həyəti heç kim deyə bilməzdi. Qoçu Feyzi yoxdur da, onu tapa bilmirəm. Qoçu Feyzi bu həyətdə yaşayıb. Onlar da maşınlardandır. Bu ümumiyyətlə bu hissə bütün maşınlara aiddir. Hamısı onların qohum əqrəbası. Maşınlar nəsli. Qurban bəy. Hamısı bu hissə bütün onların, indi də onlar yaşayırlar. Bu ev Qoçu Feyzinin evi olub. Bu əfsus olsun, onu tapa bilməmişəm. O etnik cəhətdən o tayfa maşın. Ha, maşın onların var. Şuraxarda da var maşan. Maşan. Ha, o maşandır da, bu maşıdır, maşı yazılmış. İkisi eyni şeydir. Ha. Bunları mən şəzərəsində tam ortada var. Mən görmüşəm bunların şəzərəsi. Bu Feyzi də 18-ci ildə Feyzi də şeydir, 18-də dalaşıb ermənilərlə, bir də Fərəməz. Qoçu Fərəməz. Bu Fərəməz, Qoçu Fərəməz. 1938-ci ildə Gəncə qatarında öldürürlər. Çox güclü adam olur. Yəni kənd cəmaatı danışdığına görə çox güclü adam olur. Qolu qüvvətli adam olur. Digər şeylər gəlir bura, pəhləvanlar gəlirlər, o Novruz bayramında gəlirlər, şeylər göstərirlər. Deyir pəhləvanı belə sıxıb, belə qətl eləyib, sandığı isə soğub. Yəni elə bir güclü adam olur, qüvvətli adam. O giyimi də var, qərkən. Bu yaxasındakı nədir? Necə broşkadır da şeydir. Yəni ki, necə bir hədiyyə broşkadır. 1894-cü ildə anadan olub. Və ondan başqa da kənddə 18-ci ildə bu insanlar da Xan Mirzə, Məmməd Rıza oğlu. Bunlar da dalaşanlardan biri olsaydı, yox, qoçu olmayıb var. Bunu ermənilərlə vuruşanlardır. Yəni biraz belə deyək, qolu qüvvətli adamlar da. Sonra bu da demək olar ki, çoxsu. Bu da Əli Mirzə Hacı Eyvaz oğlu.
Düzdür, biraz Urusa oxşayır, amma Urusdur. Ya Urusdur. Təmiz Eyvazlar nəsilləridir. Bizdə kənddə ən böyük nəsil və ən savadlı nəsillərdən biridir. Eyvazlar. Böyük xanım tanıyırsınız. Və onun əmiləridir. 1887-ci ildə anadan olub, 1960-da dünyasını dəyişib. Bir də bu kişi də olub. Kərbəlayı Əbuşəklər, Zərbəli oğlu. 1877-ci ildə anadan olub, 1944-də dünyasını dəyişib. Salam verək. Sonra həmin o quyudan onun qardaşı Aslanov Xeyri Atababa oğlu. 1891-1937-ci ildə dünyasını dəyişib. Bunlar hamısı 18-də iştirak edilmiş adamlardır. Yəni iştirakçı çox olub. Yəni bunlar daha fəal iştirak edənlərdir. Bu isə Məşədi Şükür. Bu görürsünüz bax 1924-cü ildə dünyasını dəyişib. O da bilsin üçün 18-də güllə vurmuşdu ona, qalmışdı bədənində. 6 ildən sonra dünyasını dəyişdi. Bu kişi Məmməd Əmin Rəsulzadə ilə yaxın adam olub. Həm də onların partiyaların belə deyək, Sabunçu rayonunda üzvü olub. Bir yana da var idi. 18'de vuruşan hamam. 18'de vuruşan məşhurlardan biri, vuruşanlara dəstək olanlardan biri bu kişidir. Qopsa ağası. Əliyev Ağasəv Hacı İbrahim oğlu. 1879-cu ildə dünyaya gəlib, 1953-də dünyasını dəyişib. Bu bilirsiniz kimdir? Vaqif Mustafazadənin babası. Ana babası. Həm Nefxuda olur, həm də kim? Həm Nefxuda olur, həm də. Biz ona da gigant. Biz ona da gigant sanatoriyanı, bax bunun həyəti olub. Gigant. Bunun qardaşı isə Abusət. Bir də şəkilə fikir verir, deşik-deşikdən vurur var şəkilə. Yəni görəcə bilirlər ki bunu, yəni asıl olduğu üçün gəlirlər ki, görüb şəkil tapımı bıçaqla belə vurur. Öyləcə yeri də qalır, bıçağın yerləri qalır şəkildə. Bu da oxunmuş adamdır. Bu da 43-də dünyasını dəyişib. Və bu isə Zivə xanım, həmin o Asəfin, Vaqif Mustafazadə anası. Yəni bunlar da maşınlardandır. Maşınlar nəsilindəndir. Gedin qabağa. Biri də var ki, Zakirəm atmış şəklində. Kimdir o? Ya bir dəqiqə, siz dedin dəstək olur. Hətta bunlar bir növ daha çox aktiv olanlar da. Yaxasındakilər deyil, onun başındakilər At Burası bura duluçuluq dükanı olub. O da maşınlara aiddir. Bura bütün maşınların hamısı. Bura onların dükanı olub. Orada parkovkada yəni atı gəlirdilər, bağlayırlar, bura girirlər dükana. Dərbəndə. Xaricilər yəni Dərbəndə deyirəm, başa düşmürəm, xaricidir. Deyirəm şeydir, parkovka. Parking, tuturlar. Deyirəm, atı bağlayıb girirlər səni. Sonra sən ki, onu desən keçidən qırlarla. Daşın vaxtı. Sındırı var da, öyle görəm. Bax, buna su axar deyirik. Əslində bulaq deyil, bulaq deyil, əslində su axardır. Bunu Novruzqulu Mustafa oğlu 1840-cı ildə. Bunu tikir, bax, bura görürsünüz, evin gözü tinidir. Bax, evin tinidir. Burada tikir, əyətə quyusuna doldurur anı, yoldan keçən, indi quyudan uşaqdır, yaşlı adamdır, quyudan su çəkə bilmir daxil. Burada belə bir şey düzəldir ki, bulaq kimi, krant qoyur ki, özü içsin buradan da, uşaqlar da quyuya çıxmasınlar. Əslində quyular çoxdur, bizim burada bu küçədə 3 dənə quyu var. İndi hamısı yerin altındadır, hamısını bilirəm yerlərini. Yəni hər məhəllədə, həyətdən başqa məhəllələrdə də quyu olurdu. Ki, cəmaat ondan istifadə etsin, gələnlər, keçənlər. Çünki neft kəndi idi də, düzdür, 1840-da neft yox idi, 1884-da bizə başlaydı. İndi gəlib gedərzədən olsa, bayırdan ehsan olaraq içsinlər. Hamı istifadə etsin. Yox, bu şollardır. Burada isə, oranı çək uzaqdan, uşaqlar sımalar var. Bu belə gedəcək. Bir dənə belə deyəm, mən burada şey var. Sındırılma yarımçı da deyirlər. Bax, burada 18-dən deyək, 18-ci ildə döyüşüb, sonra burada qalan Türk Xəlil. Bax, bu evi buradadır.
Bu dalanda da evi, Türk Xəlil. 1884-cü ildə dünyaya gəlib, 1981-ci ildə dünyasını dəyişib. Türk Xəlil dedilər buna. Yekə bir kişidir, əlləri belə. O vaxt 18-dən gedməyib, evlənib qalıb burada. Əsl adı isə şeydir, Məmmədov Xəlil Məmmədoğlu. Bu Türkiyəyə o Osmanlı ilə gələnlərdən oldu. 18-də döyüşüb burada. Ondan sonra gedməyib qalıb. Evlənib burada, Ramada evlənib qalıb burada. Əslində düzdür, Ramada tanış olmayıb var yoldaşı ilə. İsmail'də tanış olub var. Oradan sonra gəlib yaşayıb, gedməyib də. Yəni seçib bir yoldaşımla qalacam, gəlib yaşayıb burada. İndi də bütün onların nəsilləri buradadır. Bu dalanda onların nəsilləri yaşayamız. Getdik qabağa. Bura bizim məhəlləmizdir. Mənim uşaqlarım burada keçir. O Pülüsün qabağındakı ev, atam bir qalın burada. Üstündən bunlar da. Bir dəfə gəlmişik gəzəydi. Sağ olun, necəsin? Bunlar ekskurs adamlarlar. Bunlar ekskurs. Biz başımıza gün döyə deyən şeydə ekskurslar keçirdik. Bunlar ekskurs adamlar. Bu məhəllə məscididir. Hacı Nəriman məscididir. Bizdə minarə yoxdur. Bax o kitabəsində, orada kitabəsi var. İçəridə də var, 2 dənə kitabəsi var. İkisində də eyni şeylər yazılıb. Yazılıb ki, rəhimli və mehriban Allahın adı ilə Allah məscidlərini yalnız Allaha və Rəsuluna. Orada başqa idi, burada Allaha və Rəsuluna iman getirənlər abadlaşdırar. 1320. Yəni 1902-ci il. Yəni o məsciddən, Qurban bəy məscidindən 3 il qabağıdır. Hacı da ki, bu kişi olub. 1854-cü ildə dünyaya gəlib, 1905-ci ildə dünyasını dəyişib. O da necə dəyişib? Bunu düşmənləri çox güman ki, hamının düşməni olur da o vaxtı. O şimdi kişi həcə gəlir, həcə. Gəlir ki, əyib də mən Mauzədə gezə bilmərəm də, həcəyəm axı. Çıxardı qoyur evdə. Gedir işçilərin yanına, kəndin o başında. O şimdi yolda bunu gülləliyirlər, kişini vururlar. O da ki, yəni başqa bir kənddən, daha kəndin adını çəkməyəcəyəm, oradan bir, belə deyək də, qoxçu gəlir, vurur. Sonra, yəni ki, əslində başqa kəndin adamı, yəni bir də killer kimi gəlir də. Kəndin adını da bilirəm, amma deməyəcəyəm. Yəni, gəlir vurur, amma sonra gedib onu tuturlar. Yəni, yoldaşı zob əmələ gəlir yoldaşında, boğazında, yəni ölümündən sonra. Gedirlər, onu tuturlar, öldürürlər, başını kesib, getirib qoyurlar arvadın qabağına. Onda başlayır, arvad durur, oturur. Bir növ sağalır. O cürə istəyirmiş kişini. Yəni, başqa bir tarixçılar var. Yəni, fikir verin, məscidin üzərində öz adını yazdırmayın. Çünki hamı bilir ki, bu Hacı Nəriman məscididir. Yəni, ehtiyac yoxdur yazılma. Hacı Nəriman. Nəriman Qədiməlioğlu. 1854-cü ildə dünyaya gəlib, 1905-ci ildə dünyasını dəyişib. Sizə baxmaq üçün bunun üçün təmir eləmişik. Yəni, açanı gətirin buradan. Bura necə idi? Əvvəl, bura əvvəl biz, belə də çox bərəkətli məsciddir bura. Biz uşaq idik, balaca uşaq idik, bizim məhəllət də. Burada da fabrika olub. Sonra yandırıb var buranı. Burada duvarlar qalmışdı. Məhərrəmdə palskı qurdular burada, içində məclis edirdilər. Mənə yadıma gəlirdik. Biz oturduq qapının ağzında, palskı yerləşmirdi yaxı da. Uşaqlar qapının ağzında. O da çox uşaq olmurdu. Biz də məhəllə adamı idik, yəni məcbur girirdik içəri. Sonra buranı təmir edilər. Ondan sonra da burada qadınlar bölmüşdük belə. Əslində bu cür olub. Yəni Bu qədimidir, taxtası. İndi yox, bu təmir eləmişik. 20-də təmir olundular. Söhbət odur ki, bu cür olub. Qədimidə bu cür olub. Yəni neyi varsa, çünki qapılara görə təmir edirik. Yəni burada pəncərədir, orada qapıdır, bir də qapının üstündə bir dənə pəncərə var. O bildirdi ki, yəni burada ikinci mərtəbə olub qadınlar üçün. Yəni orada pəncərə niyə qoysunlar qapının üstündə? Demək ikinci mərtəbəsi olub. Ona görə də biz memarlarla belə qərara gəldik ki, elə bu cürünə də eləmək lazım. Bunu bir balaca çıxartdıq qabağa ki, biraz hissi artsın. Hələ mən bunu da dedim, çıxarda da pəncərə görə çıxarda bilmədik. Çünki qadınlar çox olur, yerləşmirlər də. Bu mehrabı necə qədimidir yoxsa? Özünkidir. Kitabəsi var üstündə. Eyni şeydir. Bayırdakı yazı ilə eyni şeydir. Kitabəsi. 2 dənə kitabədir, ikisində də eynidir.
Bax bunun Minbər. minbəri isə bunu 90-cı illərdə düzəldiblər. Bu şəbəkədir, mıxsız. Kleylə hamısı. Bütün şəbəkədir ha. 90-cı illər. 90-da ha. Bəs o hansı Tərməsi təmin olan. məscidin mehrabı olub, minbəri olub ki, Ha bu böyük hamamdır. Oradakı hamamdan biliyorsunuz biraz genişdir, böyük hamamdır. Bu hamam 1910-cu ildə tikilib. 10-da. Ha, 9-10, nəqd 100% 10-dur. 10-cu ildir. Ha bu bura bunun çimən yeridir və bu hissəsi paltar dəyişən yeridir. Əsas çimən yeri isə içəridədir. Bura da təmir olunub 20-21-də. 21-22-dir. 20-də gəliblər. 20-də. 20-də dövlət tərəfindən təmin olunub. Buranın açılışına da cənab prezidentimiz özü şəxsən gəlib. Gəlin keçək içəri. Bax fikir verin buradan bax. Oradan su gəlir, bax isti su. Peşədən tökülür. Sonra kanal kimi belə gedir. Bax oradan bax kanalizasiyası oradan gedir. Yəni burada çimənlər, zatlar da hamısı su bura tökülür. Buradan gedir bax beləsə. Həm onun buxarına istiləşir, həm də ki bax ocaq yerisi var. Bir orada var ocaq yerisi. Bunun qazanxanası da bunun dalındadır. Orada isə bir dənə su ambarı var. Ora giriş yoxdur heç yandan. Bir dənə də ki buradandır. Всё. Bir dənə də şey var. Qapısı da heç yox. Su ambarıdır ora. 1910 olanlar biz üfüqün cəhətləri rahatlanırıq. Bu tərəf şimaldır. Çünki şimalda heç vaxt hamamlarda pəncərə qoymurlar. yəni Xəzər tərəfə. Bütün kəndlərdə elədir. Bax fikir verin 3 dənədir. Əslində 4 dənə olmalı. Simmetrik qəşəng olsun da 4 dənə olmalı. Yo elədir. Xəzər tərəfə, Xəzriyə heç vaxt pəncərə qoymurlar. O bu hamamda da yox. Xəzər tərəfdə yoxdur. Günorta burada ola bilər. Yəni İzmirlə bu tərəf, yəni Xəzər olduğuna görə. Bax bu Ramana kəndinin canlı tarixidir. Bir ada gezirdik də, məsələn tikilləri gezirdik, amma bu isə canlı tarix deyirik biz buna. Kənddə buna canlı tarix deyirik. Çünki bunu elə bir adam əkib ki, öz əli ilə əkib ağa. Bunu əkən Məmməd Əmin Rəsulzadədir. Öz əli ilə əkib bax ağacı. Məmməd Əmin Rəsulzadə, yox, Qarağacdır. Məmməd Əmin Rəsulzadənin Murad adında bir dostu olur bax bu evdə. Onun yanına tez-tez gəlirdi. Və bir gün gələndə hardasa 1921-ci ildə olmalı, səhv eləmirəmsə, 20-21-ci ildə. Gələndə bax bu ağacı əkirlər, 2 dənə əkirlər bu ağacdan. Biri quruyur, biri isə tutur. Bax indi kimdə qalır? Düz 20-dir ya 21-ci ildir. 105 ilin ağacı da. Yəni bir əslin ağacıdır. Yəni əsas ağacın özünə çoxdur, Azərbaycanda çoxdur bu ağac, amma bunu əkən kimdir? Məmməd Əmin Rəsulzadə. Öz əli ilə. Allah rəhmət etsin. Burada kanalizasiya çəkəndə bunu bir dənəsini qırmışlar, qırğın idi burada. Kötüyün birində. Qonşular bizə öldürürlər tərəfdir ki, sən onu öşkürürsən, əllə qazıblar sonra. Burat işə. Muzey kimidir, amma satış muzeyidir. Burada satışdır, burada salam verək. Burada posta ayaqqabılarımızı yerə çıxartmalıyıq. Ya nə olar? Elham gəlsək bura. Burada satış. Muzeydə satış. Əl işləri zətləri. Gördükləriniz çoxsası hamısı əl işləridir. Amma burada nə varsa əl işləri, çoxsu əl işləri. Çoxsu demək demək olar hamısı əl işləridir. Bəli. Peşə mərkəzinin əl işləridir. Burada bir Bəli. Mərkəzimizdə. Bunlar pitiqabıdır da. Bəli, onlar Pitiqabı başqa cür olur axı. Xüsusi yerin pitiqabı. Bu işdir. Ha? Ha. Abi təzədir. Bildim ama yani stili şeydir. Üstünə sigaret qoysaydınız. bəli. Ha bu var ha, bu mumcuqdan. Ses eləmir. O şəkilin səsinə rəqsi var. Bu nə çəkir burada? Şəkil çəkir bizə səs eləmir. Mesela bir səsiz düşür şəkli. Ha bu dəvə yunundandır. Nədir o da dəvə? De xalça. Orada civarda muncuqdan hazırlanmış xalçadan var. Ha bu da. O Sırf muncuqdan hazırlanır. Bu əla şey. Onun bir tane də o yanda, bu yanda. O qiyməti neçədir? 500. 500 manat.
Bu da 400 manat xalça. Bu yandakı xalça. Ha. O neftlə çəkilib. O şəkil neftlə çəkilib. Ha. Qiyməti yox. Yəni ki, orada rəng yoxdur, sırf neftlə çəkilib. Yəni neftə batırılıb çəkilib. Bu da şeydir, naxışdır. Mıncıqla tikilmir, mıncıqla qoşdadır, toxunub. Toxunub da, yəni ki, burada başqa şey yoxdur, hamısı mıncıqlardır. İstehsal olur. İstehsal. Hazırlanır. Hatta bu da oxuyur ha, bu da işləyir ha, bu da işləyir. Tərpədim onu. Bu da qədimidir, yoxsa olmaz. Ha? Hadi açma. Bu satışda olmaz. Yox, eksponat. Üstündəkilər də daşlar. Görürsən hansı plastik? İşləyir. Qızım ağlayır ha. Sızılır, yaxşı qulluq əlində. Əslində plastikə əlcəklə götürülür. İynəsindən asılır. Qıyıdan. Ha, fırlatma lazım. Bu lampa əla. Bu neçədir? O eksponat kimidir, onun 200 ildən çox yaşı var. Bizdə bu məndə var mı? Bundan başqa forması. Nədir ya? Lampa. Hanı lampa? Ver məlumatımızı. Çəkdin axır ki. Bu ev 1918-ci ildə ermənilər hücum edəndə, burada da yanırlar var beləsinə. Burada. Buradan tüfənglə atırlar. Düzdür, evdə heç kim olmur. Tüfənglə buradan atırlar. Orada da düz pəncərənin qabağında peç var. Peç. Soba. Azərbaycan. Soba da, indi soba. Bu güllə deyil bu peçə. O güllənin izi bu gündə o peçin üstündə qalmaqdadır. Hələ də saxlayırlar. Fikir verirsiniz. Güllənin izinə baxın. İndi kimdə qalır? 18-ci ildən bu günə kimdə qalır? Onu dəmir. Düzəlt. Qara rəngidir. Hə, amma o isi düzəldib. İndi qalıb hə. İndi kim qalır? Düzəlməyiblər. O vaxtdan elə saxlayırlar. Həri, bu evdə doğulmuş, böyümüş şəxslərdən biri Azərbaycanın əməkdar inşaatçısı Zinə Salamzadədir. Bu gün də sağda Allah ona ömür versin. 1934-cü ildə dünyaya gəlib. Əməkdar inşaatçıdır. Hə, Azərbaycanın ən böyük inşaatçılardan biridir. Memarı da. Bu evdə doğulub, böyüyüb. Şöbə xanım oradaydı. Burada da böyük. Burada Gülər xanım var. Çox gözəl bitkilərdən anlayışı olan bir xanımdır və burada Yamaha kəndində gözəl bir dükan. Hə, burada istədiyiniz gülləri zakaz edə bilərsiniz, istədiyiniz gülləri. Yəni özü gəlib əyitinizdə, evinizdə, ofisinizdə əkir, sonra onun baxımını, hər bir şeyində, yəni bitki aydına varsa onluqdur, içəri də cənnətdir. Gidib bir dənə bax içəri. Bir də onun gözəlliyinə bax, gözəlliyinə. Gör nə qəşəngdir, ona bax. Bir də onun gözəlliyinə bax. Canınız sağ olun. İki dəfə saxladım, öldürüyor. Mənim evimdə qalmır bunlar. Çox adam deyir, aparır onlar. Ola bilsin, Wi-Fi şuvu azad ola bilsin. Ona görə Gülər xanım gəlsin, baxsın. Yalan ya Allah. Gəlin görək. Biz məmkən Zabrat qalasının davamında şəkil çəkdik. Savladı özə. Danışarım. O şimdi Ramana qalası 12-ci əsr. 12-14 deyirlər. 12-14 deyirlər, 14-4. 12-ci əsrdir. Mən bunu sübut edirəm. 12-ci əsr Ağdaşdan tikilib. O şimdi bizim qaladır. Ramana qalası 12-ci əsr çox əfsuslar olsun ki, daş kitabəsi dağıdılır. Hətta belə deyirəm ki, oğruyub aparım var. Şəkili məndə var amma. Belə bizim ikinci hamamımızı elə eləyiblər. Daşdan söküb, ev tikibcəmiz. Siyahı da gedir abi, bəzilər qabaqdan.
Əslində çox detallı məlumat vermirəm. Nəyə görə? Kim əgər detallı məlumat bilmək istəyirsə, gəlsin yerində. Bu çəkiliş üçün sadəcə azca bir məlumat verirəm. Şuradakine soğana göre lazım. Ama soğanı araştırırsan. Arabada. Yası. Bura birinci mərtəbəsidir. Bura danjonun içidir. Bura danjon deyirlər. Danjonun içidir bura. Biz indi bu birinci mərtəbəsidir. Biz birinci mərtəbəsindəyik. Bax görürsən, bax Pəriz mənim qalaya hücum eləyib. Yuxarıdan da Pəriz mənim başına yağ axırlar beləsə, sonra da oxla vurub yandırırlar. Ne yaptın lan? Yağ atın lan. Ya. Nöyüt. Ne bu vaxtları asfalt. Ya. Bax buradan yuxarıdan vurmaq üçün özü deşik var orada. Pəriz mənim hücum eləyəndə, Sabunçudan gəlib hücum eləyəndə Ramana qalasına yuxarıdan o... vardı. Yuxarıda. Əfsus. Sen otur burada. Çıkma. Sağ sol düşüden ben sağdan. Gel. Kes. Kes. Ben alışarsana getireyim. Ama hadi. Futbol olmadan futbol. Bu mertebeler yok idi. Bakayım 4 tanedir. O da cəmaatın ciğəti tapdılar mı? Donjon deyilən tikilinin üzərində 16 metr hündürlükdədir. Amma Ramana kəndi özü 59 metr dəniz səviyyəsinə hündürlükdədir. Amma bu hissəsi, qalanın olduğu hissə 50 metr dəniz səviyyəsinə hündürlükdədir. Burada bu Abşeronun tam ortasındayıq, tam mərkəzindəyik. Buradan bizə baxıb bütün kəndlər hamısı görsənir. Əsasən də dəniz qırağı kəndlər. Qalaların tikilməsi də odur ki, bir-birlərinə ötürmək üçün. Yəni, şəhərə kimi, amma bizdən qabaq da qalalar olur. Məsələn, Buzovna qalası, Mərdəkən qalası, Şağan qalası, Bilgəh qalası, Nərdivan qalası, bunlar dəniz qırağı. Bu onları görürük də ancaq. Ondan sonra içəridə Məşdağı qalası. Məşdağı qalasından sonra Ramana qalası, Ramana qalasından sonra Sabunçu qalası. Sabunçu qalasından sonra Keşdə qalası. Bir dənə də qala var, onu amma heç kim bilmir. Biz saradır, Heydər mərkəzi yoxdur. Heydər prospekti gəlir, yol qutarır. O dönən var, dönür düşür ha. Bizim evin üstündür ki. Yox, siz aşağıda, Heydər mərkəzi, həm də bu tərəfdə. Heydər prospekti ilə üzböyüz. Heydər mərkəzi var, Heydər mərkəzi. Mərkəz gəlir, prospekt qutarır, düşür aşağı. Bax, düşəndə sol tərəfdə. Sol tərəfdə bir dənə qala olub. Salxın üstü qalası deyirlər ona. İndi orada nə var? Orada indi hava proqnozu deyilən bina var. Bax o binanın yerində. Hə. Kimsə boynuna atmaz. Yəni bu qalalar bir-birlərini ötürürlər. Bax burada gündüzlər tüstü vasitəsilə, axşamlar isə ocaq vasitəsi, alov vasitəsilə ötürürlər. Yəni necə? Bir təhlükə gəlir, məsələn, gəlir bu tərəfdən, Mərdəkən qalası tərəfdə, yaxud Nərdivan qalası, dənizdən gəlir də. O ona xəbər edir Məşdağı qalasına. Həm tüstü vasitəsi, həm də çapar göndərirdilər. O xəbər edir ona, oradan xəbər edirlər Ramana qalasına, buradan xəbər edir, bir-birlərinə xəbər edir. Ta çatırdı xəbər içəri şəhərə ki, dövlət hazırlaşırdı. Buradan başqa qalalar görsənir. Buradan görsənir. İndi yox, indi evlər var, görsənmir. Məsələn, bütün qalalar buradan bir-bir görünmür. Hamısı bir-birlərini görürdülər. Bunlar xəbərdən də başqa bir-birlərini xəbərdən başqa. Həm də ki, bir növ ças idi. Başqa bir iki dilənçək. Burada əsgərlər var idi. Oradan gələn birinci bunları hamısını almalı idi, məbluğ eləməlidir. Bu da vaxt itkisidir. Başa düşdünüz, bir ki, o qala ilə dalaşır, ondan sonra keçir, obsu qala ilə döyüşür, bu qala ilə döyüşür, obsu, dövlət, ordu gəlir qabağa. Yəni ki, ordu xəbəri yoxdur, axı birdən-bir hücum olub. Ona görə də bu qalaların tikilmə səbəbi budur. Həm də gözəlçidir də, bunlar, burada yəni müharibə olmayıb, bu qalada müharibə olmayıb. Amma öz, belə deyək də, ehtiyatlarını saxlayıb gözəlçi qalalar tikilmir. Yəni bu qala hal-hazırda gördüyü kəndlər bunlar olub. Mərdəkan, Şağan, Buzovna, Bilgəh, Nərdivan. Yəni bunları görülmüş bu. Ondan başqa obüs kəndlərdə obüs qalalar görülmüş. Yəni qalanın tikilmə səbəbi budur. Yəni bütün qalaların tikilmə səbəbi budur. Amma bu qala
bu günümüzə gəlib çıxıb. Amma çox qalalar var ki, Bakı kəndlərində çox qalalar var ki, günümüzə gəlib çıxmıyor. İnşallah onlar haqqında bir gözəl bir layihəm var. Onu inşallah yayda işləyəcəm onu. Çoxsunun şəkilləri məndə var. Çox sağ olun. Buzovna qalası var, buzovna qalası. Keki. O cürətdə qala olmayıb. Çünki nə üçün? Cürətlər elə qaladır bütün. Kənd özü qaladır. Öpürəm. Cürət kəndlər, hamısını. Çəkiləndə dəniz görsəni? Dəniz yox. Tikilləri var. Həm də yox, dəniz aşağıdadır. Bakı amfiteatrdır, belə. Belə görsən yuxarıdan gəlir, belə gedir yavaş belə. Görsənmir. Gedir aşağıda başqa şeylər var, görsənsən. Bir dənə su döküyü geçsin. Bu məscid Ramazan kəndinin ən qədim məscidlərdən biridir. Yəni daha doğrusu ikinci məscididir. Bundan qədimi, daha qədimdir, o yoxdur. Qalanlardan ən qədimi budur. 1636-cı il. Bu kitabədə bax məscid olub bura kimi. Bura kimi. Bura artırmadır. Bu qapı artırmadır. Ona görə bax kirayə kitabəsi var. Bu kitabədə ən böyük kitabəsi budur. O kitabda bu sözlər yazılır. Sözün danışıq qaydı. Ölçüsünə görə. Ölçüsünə görə bu kitabı... Yani da, dedi biz gelirik də burada. Görə yazılır məscidin üstündə. Şah Abbas Səfəvi Hüseyin Bahadur xanın oğlu olan Səfi Mirzənin oğlu Böyük Xaqan Şah Səfiyyəddinin hökmranlığı dövründə Allah onun səltənətini daimi etsin. Əli və Əli övladı qapısının iti. Bax bu cür yazılır, bax qapısının iti. İt sözü, yəni qoruyucu deməkdir, qoruyucu. Əli və Əli övladı qapısının iti, Xəlifə Əli İbni Xəlifə Qoca Əli İbni Şeyx Kamaloğlu. Allah onların günahlarını bağışlasın. 1046-cı il, yəni 1636-cı il bu məscidin tikdirilməsinə əmr etdi. Yaxşı, onun adı nə oldu? Xəlifəli məscidi. Xəlifəli, bax buranı isə, bax bura qədər olub, bax görsənir də. Bundan sonra isə bu məscidi əlavəsi. Orada yazılır, bu məscidin yarısı Usta Süleymanın əməlidir. 1840-cı il. 1840'da açacağım. Birinci dedin 11-ci əsr. 1040. Üstündə yazılandı. 1040. Yox, o şeydir, İncil təqvimləridir. 1636'da bu tikdirilib. 1636-cı ildə. 1840-cı ildə də bunun davamlı olub. 17-ci xəlifə böyük ehtimalla o dərvişlərin özlərinə götürdü. Xəlifə Əli, onları tapmışam. Onlar bülbüllərlə də əlaqəsi var. Dərvişlər. Bunun qəbri, Sufidlər. Bu zonda qəbirləri bu zona kəndindədir. Ha. Qət ediblər ki, öləndə bizi öz vətənimizdə basdılar. Bunun. Bax bu var. Bunu deyirlər ki, güya destamasyondur. Amma o deyil, düzgündür. Çünki bir də buna fikir verin. Ortadan bölgü üçün, ayaq qoymaq yox. Bana fikir ver. Taxta ilə belə bölmək üçün yeri var. Suyu niyə bölsünlər ki? Suyu bir taxta ilə bölmək yox. Xeyr. Bu köhnə məbədin işarələridir. Çünki bunun altında köhnə məbəd var. Bu da məbədin qurbangahıdır. Qurban heyvanları bura qoyurlar, qurbanlıq kimi. Keçi, adam burada dayanmaz da, adam dayanmaz. Balacadır. Qurban qoyurlar, keçi qoyurlar. Keçi, qurbanlar da keçilər edilir. İstəyib də burada bastırsınlar, görürlər ki, bastırım yer yoxdur, bura buzulmaya. Bunun özü də, bunun özü də. Yenə filəkan. Bunun özü də, görə. Bunun özü də, görürsünüz, deyirlər görə ki, bu su üçündür. Su olmağı su üçündür, amma ki, bunun destamasyon da deyil. Çünki destamasyon qayda var da, 200 litr olmalıdır. Naxar olmalı. Qalırsa 200 litr olmalıdır. 3 qarış yarım, 3 qarış yarım hündür. Nəsə şey olmalıdır. Bu da çox balacadır, onun üçün də deyil. Yəni bu da köhnə məbədin işarələri. Yox, üzüm üçün də deyil. Üzüm burada üzüm neyinlər ki, üzümü sıxırlarlar. Qulamçalıda pilkan kimi. Bəli, bunlar hamısı köhnə məbəd. Göstərəcəm mən köhnə məbədin ən belə unikalları aşağıdadır. Ramazan kəndinin qədimliyini təsdiq edən budur. Qayasu təsvir, keçi təsviri. 4500 il yaşı var, Tunc dövrü.
Biri buradadır, qalanı isə 800 metr buradan aldı. Baba bu. Özü bax, keçidir bax. Keçi. Bu buynuzları. Bax burada ayağı. Aha, ayağı. Orada da öküz var. Ya bu da öküzdür bax. Bu da öküz. Adamlar girməməzdir. İndi eləcəklər də onu. Yavaş-yavaş onu da Biri eləcəklər. gəlib cızar eləyər onu. Cızım var da lan. Cızım var da lan. Amma eləcəklər. Bağlıcılar onlar, hamısı bağlıcılar. Yoxsa yazıb ora dərdi var yazdı. Ha, bunları da mən o qədər çəkib paylaşıram. Qobustanda da açıqdır. 1950. Burada çoxdur. Ona bax. Bir dənə yanında 25. O görsən bizi yonsa. Gəlin belə deyək, şəhər düşsün. Şəhər düşsün, şəhər. Orada şəhər var, o Sabunçudur ora. Sabunçudur. Havası da şəhərdir. Burada bir dənə göl var idi. Yekə bir gölümüz var idi. Gəl və danış. Bax həmin bax o məscidin altındakı deyirəm məbəd bax. Məbədin işarələridir bax bunlar. Bunlar heç bir qalıya aidiyyəti olmayan bir şeylərdir. Nə İslama aidiyyəti var, nə xristianlığa aidiyyəti var, heç bir dinə aidiyyəti olmayan bir şeylərdir. Fırladaq İslam. Bunlar çox yox, sıfırdan məhz İslama. Çünki başqa variantı yox. Çünki bu çox qədimdir. Sizdən çox verməmiş ha. Təqdim elə də. Yox, o var. Nədir bu, nə iş? Bilinmir də, heç bir alim, heç bir tədqiqatçı bunu yoxdur. Atış dərslərdə də hansısa bir Ritual yəni. ritual yerinə yetirməsi bir yerdir. Bax orada yeri var, bax burada var. Yoxsa yanıq şəhərlər çox yanıb. Bax orada 3 dənə yeri var, belə bir yeri var. Burada bax məsələn oradan o boydadır, bax belə böyük bir şeydir. Yəni bu bir növ ateşpərəstlikdən gələn bir şeydir, məbəd. Sadəcə o yəni belə bir tarix var da Azərbaycanda. Məbədləri din dəyişdikcə eyni şeyləri, məsələn ibadət yerləri bir-birlərinin üstünə tikirdilər. əldə olan danışmayın.